Hə, üzürlü sayın kəsildi. Gəlin də dərsimizi bir də davam elətdirək. Deməli, biz qalmışdıq artırılmış sekunda, əks edilmiş septimada. Artırılmış sekunda, əks edilmiş septimada qalmışdıq minorda. Majora dedik ki, 6 bəmləşmiş və 7-ci pillədən qurulur. Düzdürmü? Düzdür. Majorda. Əks edilmiş isə 7-6 bəmləşmişdən qurulur. İndi gəlin minorda. Biz dedik ki, lə minoru götürdük. Minorda qalmışdıq. Deməli, minorda biz deyərkən, gəlin bir də nəzərə yetirək. Deməli, artırılmış sekunda, əks edilmiş septima. Deməli, qurulur 6-7 zilləşmiş və əks edilmiş septima isə 7 zilləşmiş 6. Zilləşmiş bu ara, yəni zilləşmiş, yəni artmaq deməkdir, yüksəlmiş deməkdir. Bəmləşmiş isə azalmış, yəni azalmış. Əks edilmiş deməkdir. Sonra gəlin baxaq. Deməli, dedik ki, lə minorda biz əgər 6-cı pilləni tapmaq istəyiriksə, yəni 1-lə 8-ci pilləmiz bizim nədir? Tonikadır. Düzdürmü? Lə, birinci pillə tonikamızdır. Yəni lə da tonikadır. Bu da tonikadır. Bu lələrdən 3 dənə pillə aşağı sayacaq. Lə, sol, fa. Görürsünüz 6. 7-ci pilləmiz isə zilləşmiş olmalıdır. Yəni artmış. Baxın. 7-ni zilləşdirsək nə olur? Olur sol cəz. Görürsünüz. Deməli, fa, sol cəz olacaq. Fa və sol cəz olacaq. Ona görə fa, sol cəz həll edərkən isə kənara həll olur. Milə. Artırılmış sekunda da səslər kənara həll olunur. Baxın. Bax, bu getdi buna. Görürsünüz, 6-7 buna. Əks edilmiş septima isə bunun tərsi, yəni əksidir. Tərsdir ona. Sol, cəz, fa. Sol, cəz, fa. İçəri. La, mi. Görürsünüzmü? Əks edilmiş isə ona tamamilə tərsdir. Artırılmış sekundanın tərsinə isə əks edilmiş septima olur. Bu, xasiyyətli intervalların birinci qrupu. İndi gəlin xarakterik interval, yəni xasiyyətli intervalların ikinci qrupuna baxaq. Artırılmış kvinta, əks edilmiş kvarta. Əks edilmiş, yəni azaldılmış kvarta. Baxın, deməli, artırılmış kvintaya baxaq, gəlin. Neçədən qurulur majorda? Dedik ki, artırılmış kvinta majorda qurulur 6 bəmləşmiş 3. Əks edilmiş isə majorda qurulur 3, 6 bəmləşmiş. Gəlin baxaq, artırılmış kvinta. 6 bəmləşmiş pilləmiz hansıdır? Lə bemol. Düzdürmü? 3-cü pilləmiz hansıdır? Do majorda götürək. 6-cı pilləmiz dedik, necə sayarıq? 3 dənə aşağı sayarıq, 6 və onu bəmləşdiririk. Olur lə bemol. Harmonik halda qurulduğu üçün. Demişdik ki, xarakterik intervallar majorda da, minorda da harmonik halda qurulur. Lə bemol və 3-cü pilləmiz mi? Baxın, lə bemol mi? Açaq bunu. Burada artırılmışda necə idi? Bax, belə idi. İki səslərin ikisi də yəni kənara həll olunurdu. Amma burada isə yuxarı səs həll olunur. Aşağı səs yerində qalır. Lə bemol mi, sol mi. Görürsünüz? Sonra. İndi bunun dönməsi, artırılmışın dönməsi əks edilmişdir. Sol, lə bemol, mi, lə bemol, mi, sol. Görürsünüz? Görürsünüz? Bu artırılmışın dönməsi də əks edilmiş olur. Lə bemol, mi, sol, mi. Görürsünüz? Görürsünüz? Əks edilmişdə tərsinə oldu, əksinə oldu. Mi lə bemoldur, mi qaldı yerinə sol getdi. Görürsünüzmü? Sonra
Sonra indi deyirik minorda. Gəlin baxaq görək minorda artılmış kventa neçədən qurulur? Baxın, əks edilmiş kvarta. Artılmış kventa deməli minorda görə 3 7-ci pilələrdən qurulur. 3 və 7-ci pilələrdən qurulur. Görürsünüzmü? 3 7 zilləşmiş minorda. 7 zilləşmiş 3 onun dönməsidir. Baxın. Deməli artırılmış kventa minorda 3-cü pilə lə minoru götürək. 3-cü piləmiz necə olacaq? Do. 7-ci piləmiz zilləşmiş nə olacaq? Harmonikalda olduğu üçün. Sol diez. Artıq sol yox, sol diez olur. Do, sol diez, do, la. Bu bizim oldu. Nədir? Do, sol diez, do, la. Do. Görürsünüzmü? Do, sol diez, do, la. Və bunun dönməsi də olacaq. Sol diez, do, la, do. Görürsünüz, sol diez, do, la, do. Bunu da biz sizinlə qeyd elədik. Artırılmışın dönməsi də oldu, əks edilmiş. Görürsünüz, sol diez, do, sol diez, do, la, dördü. Onun dönməsi də tərsinəsidir. Do, sol idi, do, sol. Görürsünüz, do, la, bu da gəldi, la, do. Eyni şeydir. Onu sadəcə olaraq əksidir. Gəlin mən sizə bir şey başa salım ki, nəyə görə baxın, artırılmış, baxın. Səs ki, mən necə yəni artırılmış kventa, əks edilmiş kvarta. Baxın, bax, quruluşuna gəlin bundan baxaq. Bax, məsəl üçün do majorda, tamamda, neydi bizdə? 6 bəmləşmiş 3. Bunu götürək. 6 bəmləşmiş 3-dən qurulur, düzdürmü? Deməli, 6 bəmləşmiş 3, düzdürmü? Gəlin əvvəlcə biz qeyd eləyəcəm onu. Biz sizinlə keçmişlik intervallar və keçmiş dərslərdə kimi ətraflı bilmək istəyirsə, intervallar bölməsini izləsin. Bütün intervallar haqqında məlumat verilib. Siz yazsaz ki, yəni sekunda intervalı, amina babayva yazsaz, sekunda intervalı çıxar, ters yazsaz, ters intervalı çıxacaq. Hamısı haqqında siz öyrənə biləcəksiniz, məlumat ala biləcəksiniz. Var xaric intervallar, bax xaric kvarta, xaric kventa var. Məsəl üçün, artırılmış kventa. Bax, kvintamız neydi bizim? La mi deyildi. La səsdən qursaq. Neydi? La, si, do, re, mi. Düzdürmü? Bax, bu bizim xalisimizdir. Bu artarkən nə olur? Bu artarkən olur la bemol. Məsələn, görürsünüzmü? Xalic kvintanın məsafəsi 3 ton yarım. Düzdürmü? Yarım 1 ton, yarım ton, 1 ton, 1 ton. Nə oldu? 3 ton yarım. Bu isə artıq, biz bunu artırdıq. Ona görə buna deyirik artırılmış kventa. Görürsünüz. Əksilmiş kvartaya baxın. Məsəl üçün, desək ki, midən kvarta quraq. Xaric kvarta. Düzdürmü? Kvarta 4 deməkdir. Kventa 5 deməkdir. Bax, 4 dənə səs gəl. 1, 2, 3, 4. Kventa biz deyirik əks edilmiş. Deməli, biz bunu azaldırıq. Azaldanda nə olacaq? Olacaq nə? Bu neçə ton idi? 2 ton yarım idi. Olur bu 3 ton. Olur 2 ton yarım. Düzdür? Baxın. Bax, meylə. Bu xalisidir. Düzdürmü? Azaltsaq nə olacaq? Bax, meylənin xalisi. Baxın bir də, bax, mi olacaq, la olmalı, düzdür? Azaldanda olur la. Oldu məsafəsi 1 ton yarımdır. 2 ton. 2 ton yarım olmağa döyür xalisi məsafə. Xalis kvarta məsafəsi 2 ton yarımdır. Azalanda olur 2 ton. Sonra artıranda isə bunu biz la mi döyür bunu artıranda. Gəlin baxın neçə ton indi? Baxın özümüz baxaq. 1 ton, yarım ton, 1 ton, 1 ton, 3 ton yarım döyürdü, oldu 4 ton. Azalır olur 2 ton, 2 ton yarımdan 2 tona azalanda. Artanda isə olur 3 ton yarımdan 4 tona yəni qalxır. Ana tərkibi olur 4 ton artıq ibarət olur. Bu belə bu intervallar.
İndi istəyirəm sizinlə ikinci bölümə keçin. Bu tərəfi. Gəlin intervalları sizə bir də təkrar eləyək. Deməli, intervallar iki cür olurdu. Sadə və mürəkkəb intervallar. Sadə intervallar oktava çərçivəsindədir. Yəni do'dan do'ya qədər. Demişdik, oktava nəyə deyilir? Gəlin təkrar eləyək. İki eyni səs arasında olan məsafə oktava. Do'dan do arasında, re'dan re arasında, mi'dən mi arasında, fa'dan fa arasında. Dedik bir oktava. Do'dan do'ya qədər. Re'dən re'yə qədər. Bir oktava re major olması, bir oktava mi major olması. Mesela do major. Bir oktav mesela do major olması. Biz desək ki, eğer iki oktav, mesela deyirlər ki, bir oktava do major qalmasını çal. Eğer desələr ki, iki oktava çal. Düzdür, bu iki oktav olur. Buradan bura qədər, burada iki oktav olur. Görürsünüz mü? Deməli, do'dan do'ya qədər loru dinləndirsək, yəni el dinləndirsək, sadə dinləndirsək, do'dan do'ya qədər iki eyni səs arasında olan məsafə oktav adlanır. Düzdürmü? Bax, oktava çərçivəsində olan intervallar deyilir nə? Sadə intervallar. Xalis prima, sekunda, tersiya, kvarta, quinta, sexta, septima, oktava. Düzdürmü? Görürsünüz, buradan bura qədər məsafədir. Bax, buradan bura qədər, buradan bura qədər, buradan bura qədər, buradan bura qədər. Görürsünüz mü? Bunların hər birinin arasında məsafə var. Görürsünüz mü? Bax, buradan bura qədər məsafə var. Görürsünüz məsafə. Görürsünüz mü? Deməli, bunları, deməli, indi gəlin baxaq. İndi gəlin biz qeyd eləyək. Deyirik ki, bax, bu xalis primadır. Ne üçün xalisi? Do. Bir dənə növü var. Xalis intervallar, yəni xalis. Bir növü var onun. Nə böyüyü var, nə kiçiyi var. Bir növdür. Onlar xalis intervallar. Bir də var ki, böyük və kiçik olan intervallar. Böyük və kiçik olan intervallar tersiya, sekunda, tersiya, sexta və septima intervaldır. Xalis olan, yəni bir növ olan intervallar və xalis olan nə deyirlər? Kvarta, xalis prima, xalis kvarta, quinta və xalis oktava. Bax, deməli, xalis kvartanın bir növü. Do. Do'dan nətər do ola? Do'dan do'dur da, vəsə. Do'dan ikinci do yoxdur, axırda. Düzdür? Düzdür mü? Do'dur, vəsə. Do'dan uca artıq biz do'dan bu məsafəni ölçmək istəyiriksə, o yanındakı səs. Bundan burada ses yoxdur, axı, düzdür? Yoxdur arasında. Do'dur. Bunun bir növü var. Buna görə xalis primadır. Do'dan artıq bu məsafə, görürsünüz, balaca bir məsafə. Do, re, bemol. Görürsünüz bunu, do, re, bemol. Bu artıq olur sekunda, kiçik sekunda. Görürsünüz mü? Bax, do, re, böyük sekundadır. Böyük sekunda məsafəsi 1 tondur, görürsünüz 1 ton. Kiçik sekundanın isə məsafəsi yarım tondur, görürsünüz yarım ton. Arada hansı sesin ki arasında belə el dinləndirsə ses varsa, görürsünüz, bunlar 1 tondur. Əgər arada heç bir ses yoxdursa, görürsünüz boşluqdur. Görürsünüz boşluqdur. Bunlar yarım tondur. Ən qısa məsafə yarım tondur. 1 ton isə 2 dənə yarım tonun birləşməsidir. Bu 1 ton necə əmələ gəldi? Bu yarım ton, bu yarım ton. Görürsünüz. Bax, belə əmələ gəldi buradan belə. Arada ses var. Buradan bir məsafəsi bu qədər. Gəlmərsə, düzdür? Bunun arasında bu məsafə var, bu not var, düzdürmü? Deməli, nə bu? Bir dəfəlik gəlmir ki bura. Atlayıb gəlmir ki bura. Bu yavaş-yavaş, bu not var. Bu notu keçmə, bu not məsafəsi keçməlidir ki, bura gəlsin. Düzdürmü? Bunu keçməlidir ki, bura gəlsin. Deməli, bu səsin arasında bu not durur. Bu səs durur. Deməli, bunu qeyd elədik. Bunu dedik. Dedik ki, bax, sekunda böyük və kiçik olur. Böyük sekundanın məsafəsi 1 ton, kiçik sekundanın məsafəsi yarım tondur. Eləcə də, bax, re'dən böyük sekunda re, mi. Sonra mi'dən
Əgər bizə desələr ki, böyük sekunda mi fayciz. Düzdürmü? Bu yarım ton. Bu da yarım ton olur nə? 1 ton. Böyük sekunda məsafəsi olur 1 ton. Kiçiyinki isə olur nə? Görürsüz? Yarım ton. Keçirik kiçik tersiya. Kiçik tersiya məsafəsi baxın. 1 ton yarımda artıq artdı. Görürsüz? Yavaş-yavaş məsafə artır. Görürsüz və buradan bura məsafələr artır. Tonikadan görürsüz səslər arasında məsafə artır. Do mi bu. Gəlin baxaq. 1 ton və yarım ton. Bəli, bu yarım ton, bu yarım ton, sonra bu yarım ton. Düzdür? Oldu neçə ton? 1 ton yarım. Yarım, yarım, yarım. Oldu. Üstə gəlsək, bir-birinin üzərinə gəlsə olacaq 1 ton yarım. Deməli, kiçik tersiya olur 1 ton yarım, böyük tersiya isə olur 2 ton məsafəsi. 1 ton və 1 ton. Bu artıq budur, buradan bura qədər məsafə. Bu 1 tondur. Do mi. Do mi bemol isə kiçik tersiyadır. 1 ton və 1 ton. Sonra xalis kvarta. 2 ton yarım, 1 ton, 1 ton yarım ton. Xalis kvinta. 1 ton, 2, 1 ton, 1 ton, yarım ton, 1 ton, bu qədər. Siz deyə bilərsiniz ki, müəllimə, necə olur bu? Doğudan, bax, faiz qaldı. Bu artıq artırılmış intervaldır. Bu gedir nə? Artırılmış kvarta. Biz sizdən keçmişdik. O işte onun intervallara daxil. Ya keçmişdi onu. O işte onun intervallara daxildir. Sonra o sadə intervallarda, o işte onun intervallarda artıq. Sonra do fa. Bu xalisdir. Bu xalisdir. Sadə intervallar. Sadə intervallar bunlardır. O artıq artırılmış intervaldır. Bu xalis olsa. Bax soldur. Görürsünüz soldur. Bu da oldu artırılmış. Sonra xalis kvintanı da qeyd elədik. İndi diri seks interval. Do ilə ölçəyə görə məsafəsi neçə tondur? 1 ton, 1 ton, yarım ton, 1 ton, yarım ton, 4 ton oldu. Düzdür məsafəsi, ölçün baxın. Bəli, kiçik seksdan məsafəsi oldu, kiçik seksdan məsafəsi oldu nə? 4 ton. Böyünkü oldu 4 ton yarım. Sonra gəlir kiçik septima 7. 7. Gəlir 5 ton. Böyük gəlir 5 ton yarım. Oktava isə olur 6 ton. 6 ton. Deməli, bu neçə ton olmalıdır? Ümumiyyətlə, buradan bura qədər məsafə 6 tondur. Deməli, bunu qeyd elədik. Xalis prima, xalis kvarta, xalis kvinta və xalis oktava. Bunlar xalis intervallardır. Böyük kiçiklər isə nədir? Sekunda, tersiya, kvarta, kvinta. Tersiya, sekunda, seksta, septima. Bunlar böyük və kiçik olur. Deməli, xalis prima, xalis kvarta, xalis kvinta, xalis oktava. Bunlar xalis. Tersiya, sekunda, sexta, septima isə böyük və kiçik olur. Kiçik olur, növü olur. Sonra gəlin modelini tutun. Siz özünüz üçün bunun şəklini çəkin ki, bunu biləsiniz. Aha, baxın, istəyirsiniz. Aha. Bax, tərkibində dedi, xalis prima məsafəsi yoxdur. Sekunda kiçik yarım tondur, böyük 1 tondur, kiçik tersiya 1 ton yarımdır, böyük 2 tondur, xalis kvarta 2 ton yarımdır, xalis kvinta 3 ton yarımdır, kiçik seksta 4 tondur, böyük 4 ton yarımdır, kiçik septima 5 tondur, böyük 5 ton yarımdır, xalis oktava isə 8. Görürsünüz, X8'dir bu. X8. 6 tondur. Görürsünüzmü? Bir də intervalların dönməsini deyin. İntervalların dönməsi nədir? Bax, gəlin bunu da başa salmışsa, bu nədir bu qruprovka? Bax, xalis prima. Görürsünüz? Buradan bura məsafə. Bu dönəndə nə əmələ gətirir?
Bir sesini belə götürsə, o bir sesini götürsə nə olur? Oktav əmələ gətirdi. Düzdürmü? Deməli, prima intervalı dönür olur nə? Oktav əmələ gətirir. Sekunda intervalı nə əmələ gətirdi belə sekunda? Kiçik septima doğru nə əmələ gətirdi? 7-ni. Görürsünüz 1, 2, 3, 4, 5, 6, 7, 2. Görürsünüz birdən 2 deməkdir. Bu da verilən səsdən 7-ci deməkdir. Görürsünüz? Verilən səsdən 2-ci deməkdir. Bu nədir? 7. Hə, intervalların dönməsinə gələk. İntervalların dönməsini başa salım. Bu nədir bu intervalların dönməsi? İntervalların dönməsinə hər bir interval dönərkən, baxın, cəmi 9 alınmalıdır. Baxın, cəmi olmalıdır 9. 9, baxın. Bax, bu 1'dir, düzdür. Prima neçənci intervaldır? 1-ci. Oktava neçənci intervaldır? 8-ci. Nə olur? Cəmi nə olur? Olur 9. Düzdürmü? Əmələ gəlir 9. 2 ilə üstə gəl 7 neçə eləyir? Eləyir 9. Burada 9. 3 ilə 6 neçə eləyir? O da hamısı bunların cəmi olmalıdır 9. Baxın. 1 dönəndə nə əmələ gətirir 8-i? Deməli oktavanı. 2. Bunu da deyim ki, böyük interval dönərkən kiçik, kiçik də dönərkən böyük əmələ gətirir. Baxın, bax, do əmələ gətirdi. Bu dönəndə nə olur bu do? Yəni səsdir. Bax, intervalların da 2 dənə səs olur. Biri əsas səs olur, bir də olur onun zirvəsi. Bax, intervalların dönməsi var. Bir də 3 səsləri döndərdi. Görürsünüz. Dönürlər. Belə dönürlər. Elə bir obusu ondan sonra gəlir. Məsəl üçün, tutalım ki, bu 3 dənə figuramız var bizim. Bax, bu CD, mikrofon və qələm. Bax, bu dodur. Bu mi'dir, bu da soldur. Do, mi, sol. İndi nə olacaq? Döndərirəm. Mi, sol, do. Bu mi'dir. Bunu qoy, bu da sol idi, bu da do idi. İndi mən mi'ni nə edirəm? İndi sol, do, mi. Bu da belə bir şeydir. Sonra yenə də do, mi, sol. Yenə də. Yenə do, mi, sol. Yəni görürsünüz, buna da eləcə də intervallardır. Bax, biri do, dodur. Düzdür? Bu do, bu do. Do, do. Bu da ona, bax, bu da ona. Bu əsas səsdir. Bu onun zirvəsidir. Düzdürmü? Bu bir spamaqaçın səsi, köməkçi. Bu əsas səsi saxlayır. Yəni, əsas bundan başlayıb da qurmaq. Bu səsdən qur. Quru ikinci səsi. Deyilmi? Bu əsas. Bu əsası mən neyinirəm? Bir oktavı yuxarı eləyirəm. Düzdürmü? Görürsünüz, yuxarı eləyə bilərəm. Düzdürmü? Bu da olur interval. Bax, görürsünüz, xalis prima idi. Görürsünüz, yanındaydı. Oldu nə xalis oktav. Bu dodu mu yandı? Görürsünüz, yəni dodu. Dodu, xalis kvart. Xalis prima. Bu da onun birini saxlayıram burada. O biri de onu aparım. Olur nə? Xalis oktav. Görürsünüz, xalis oktav. Sonra, bax, məsəl üçün do, re, düzdür. Bax, məsəl üçün do, re. Bax, bu do, re, düzdür. Do, re. Bu do, re. Bunun do'su, bax, bu do, re'dir, düzdür. Bu da onu saxlayıram əsası. Üzrüm, əlavəni saxlayıram. İkincini, zirvəni. Bu əsası götürən bir oktava buraya deyirəm. Nə olur? 2, burada nə olur? 7. Bərabərdir neçəyə? 9. Görürsünüzmü? Bəli, sekunda dönəndə nə əmələ gətirdi? Septiman. Yəni 7 əmələ. 2 dönəndə 7. Yəni sekunda döndü əmələ gətirdi septiman. 7-ci interval. Yəni septim interval. Sonra, bax, məsəl üçün. Baxın. Bax, tutalım ki, baxın. Bax, tutalım ki, bax, do, mi'dir. Düzdür. Düzdürmü? Bax, do, mi'dir. Əsası saxladın do'nu. Mi'ni götürdün, bir oktava onu yuxarı elədin əsası. Üzrüm, zirvəni saxladıq. Əsas səsi bir oktava yuxarı elədi. Qaldırdıq da yuxarı yüksəkdə elədi. Burada dördü bir oktava yuxarı gətirdi. Nə oldu? Oldu mi do? Do mi oldu mi do? 3, nə oldu? 6. Görürsünüz, 3 də gəl 6.
Sonra bu böyük intervaldır. Bax, burada bir də sonra xalis kvartaya baxaq. Əvvəlcə buna baxaq. Bax, kvartadır. 4-dür. Üstə gəl neçə eləyir? 5-dir. Düzdür? 4 üstə gəl 5 bərabərdir 9. Sonra bax, kvintadır. Do, sol. Dönəndə nə əmələ gətirir? Soldur. Ne, do, sol nədir? 5 dənə səsdir. 1, 2, 3, 4, 5. Dönəndə nə əmələ gətirir? 4 dənə səs. Baxın. 1, 2, 3, 4. Gördünüz? 4. Do, sol 5 dənə səsdir. Bu da 4'dür. 4 dənə səs. Deməli, kvinta yəni 5 verilən səsdən 5 səs olan arasında məsafə dönərkən nə əmələ gətirdi? Xalis kvarta əmələ gətirdi. Sonra eləcə deməli 5 də gəl 4 neçə eləyir? 9. Bax 6'dır. Görürsünüz 6. Dönəndə nə əmələ gətirdi? 3 əmələ gətirdi. Görürsünüz? 3 əmələ gətirir. Sonra eləcə də 7'ni götürək. Görürsünüz 7'ni. Bax, septimadır. Mikrofonu qoyum, başqa bir şey göstərsən. Aha, bax bu do-la si. Düzdürmü? Bax, bax do-nun üstə qoymuşam. Düzdür? Dönəndə nə əmələ gətirir? Si, do. Bu 7'dir. Dönəndə nə əmələ gətirir? Si, do. 2 gətirir. 2 səsdir. Düzdür? Buradan buraya 7 səsdir. Arada məsafə. Düzdür? Buradan buraya 2 səsdir. Görürsünüz? Bunu da qeyd elədi. Bax, hamısı deməli öz həyatda saxlayın. İndi bunu başa salaq. Böyük sekunda, böyük interval dönəndə kiçik əmələ gətirir, kiçik dönəndə böyük. Məsəl üçün, do, re. Deyilmi? Bu böyük sekundadır. Məsafəsi 1 ton idi. Deyilmi? Bax, re, do. Əmələ gətirdi kiçik septimanı. Kiçik septimanın məsafəsi neçədir? Neçə tondur? 5 tondur. Düzdürmü? Gəlin ölçək. 1 ton, 1 ton yarım, 2 ton yarım, 3 ton yarım, 4 ton yarım, 5 ton. Deməli, kiçik septiman məsafəsi nə oldu? Oldu 5 ton. Deməli, bax, böyük tersiya. Məsafəsi 2 tondur. Düzdür? Böyükdür. Dönəndə nə əmələ gətirir? Middle. Bu isə kiçiyi gətirəcək. Böyük tersiya dönəndə kiçik sekstan əmələ gətirir. Kiçik sekstanın 6-cı intervalı. Gəlin bunu ölçək. Məsafəsi ölçək. Gör neçə ton idi? Neçə ton olmalıdır kiçik sekstan məsafəsi? Olmalıdır 4 ton. Gəlin baxaq. Yarım ton, 1 ton yarım, 2 ton yarım, 3 ton yarım, 4 ton. Bəlli uzandı. Deməli, böyük dönərkən, görürsünüz kiçik sekunda dönəndə böyük septimanı, böyük sekunda dönərkən kiçik septimanı, kiçik tersiya dönərkən böyük sekstanı, böyük tersiya dönərsən kiçik sekstanı, xalis kvarta dönərkən xalis kvintanı, sonra eləcə də kiçik seksta dönərkən böyük tersiyanı, böyük seksta dönərkən kiçik tersiyanı, kiçik septima dönərkən böyük sekundanı, böyük septima dönərkən isə kiçik sekundanı əmələ gətirir. Burada da buna görə silmək. Dönərkən X1. Və ancaq xalislər dönərkən xalisləri əmələ gətirir. Deməli, intervalların gəldi tərifinə bir də baxaq. Deməli, intervallarda 2 səs olur. Əsas səs və zirvə. Əgər biz əsası zirvəni saxlayıb, əsası bir oktava yuxarı eləsək, görürsünüzmü? Və yaxud da zirvəni əsası saxlayıb, zirvəni, görürsünüzmü? Gəlin buradan göstərim. Baxın bir də. Zirvəni saxladıq. Əsas saxladıq. Əsas səs, zirvəni saxladıq. Əsas səsi, bax bu səsi bir oktava yuxarı elədik. Və yaxud da əsası saxladıq. Zirvəni bir oktava aşağı elədik. Buna deyirlər nə? İntervalların dönməsi adlanır. Deməli, intervallar dönərkən xalislər, xalis intervallar, böyüklər, kiçik intervallar, kiçiklər isə böyük intervallar əmələ gətirir. Sonra
Bugünlük bu qədər. Gələn dərslərimizdə görüşərik. Mütləq və mütləq çox xahiş edirəm kanalımızı dəstəkləmək üçün kanalıma abunə olun və mütləq like edin, bəyənməyi də unutmayın. Hər kəsə də izlədiyi üçün təşəkkür edirəm.